Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizlər üçün yeni bir video çəkirəm. Deməli, bu videomuzda təxmini 3-4 ədəd dəst və 3 ədəd də qolbaq göstərəcəm. Bir-bir də qiymətlərini və ümumiyyətlə hər tərəfli məhsulu göstərib qeyd edəcəm. İzləmədə qalın, zəhmət olmasa. Deməli, birinci məhsulumuz əlimdə tutduğum yantar model dəstir. Qiymət 23 manat. Dəst halında üzük, sırğası, qeyd edim rus qızılı rəngli kənarları, sepi, baxın toxunuşuna və bir də klonu. Və bu formada göstərirəm. Ölçüləri var 18, 19, 20, 21 ölçü. Bu məhsul 23 manat. Sonra sizə yormadan növbəti dəstimizi göstərmək istəyirəm. Mirvari modeldir. Qiymət 17 manatdır. Çox incə və zərif məhsuldur. Üzüyün ölçüləri 18, 19, 20 ölçüdür. Üzük, sırğası və klonu. Baxın bu formada. Rəngi İtalyan qızıl rəng. Sonra növbəti məhsulumuz çox super bir modeldir. Qiymət 19 manatdır. Üzük, sırğa, klondan ibarətdir. Brilliant modelin çıxarışı gedir bu məhsul. Qaşlarının işlənməyi, sonra lakının vurulmağına kimi yaxından göstərirəm ki, bu forma məhsullar adətən belə deyək də, burada çıxıntıları falan olur, amma bunda elə deyil. Üzüyün ölçüləri 18, 19, 20 ölçüdür. Üzük, sırğa, klondan ibarətdir dəst. Sonra növbəti məhsulumuz bu məhsulda qədimin qızıllarının çıxarışına oxşardır. Deməli, qiymət 17 manat, klon, sırğaları və üzüyü. Ölçülər 17, 18, 19 ölçüdür. Sonra bu məhsullar belə. Deməli, indi rus qızıl rəng qolbaqları göstərəcəm. Yeni gəlib. Baxın, şəbəkə modelinin oxşar çıxarışlarıdır. 13 manatdır. Sepin, daha doğrusu qolbağın uzunluğu təxmini 22-23 santidir. İstəsəz, məsəl üçün birini çıxardıb azaltmaq da olar. Sonra növbəti məhsulumuz belə bir şəbəkə qolbaq. Bu məhsulda 13 manat. Rus qızıl rəng. Yaxından naxışlarını çəkirəm. Deməli, qolbağın uzunluğu 22 santi. Bu məhsulda balacaltmaq olar istəsəz. Və sonuncu modelimiz 17 manatı olan belə bir fərqli model qolbaqdır. Naxışlarına baxın, çox gözəl işlənməsi var. Rəngi İtalyan qızıl rəngdir. Qolbağın uzunluğu 21 santi. Belə olmağına baxmayın, yəni çox yumuşaqdır, baxın. Bu formada yəni çox yumuşaq model. Deyim ki, məsəl üçün qolbağı taxasız, əliniz incədəcək falan yox. Baxın, gördünüz, hər bir işlənməsini göstərirəm ki, tam aydın görəsiniz. Və qeyd edin, bu çəkilişlərin hamısı real çəkilişlərdir. Yəni, məhsulu bacardığımız qədər real formada göstərirəm ki, sonra bizlə, məsəl üçün, sifarişi gətirəndə deməyəsiniz ki, məsəl üçün də bəzi müştərilər olur ki, almamaq üçün üzr istəyirəm, bəhanə eləyir, amma tam real burada nə formadda, o formada da gəlir. Bu qədər, hörmətli izləyicilər. Zəhmət olmasa bəyənib abunə olun, bizlərə dəstək olun. Öncədən təşəkkür.